Məşhur fransız yazıçısı Aleksandr Dumas 1858-ci ildə yazdığı Qafqaz səfəri əsərində ilk dəfə bu şəhərin adını çəkmişdi. Sumqayıt adlı port stansiyasının adını çəkir. Zaman keçir, Sumqayıt SSR məkanının ən iri sənaye şəhərlərindən birinə çevrilir. Sumqayıtda çoxlu zavod və fabriklər yerləşdiyi üçün nəqliyyat infrastrukturunun qurulması vacib məsələ idi. Buna görə də 1958-ci ildə Sumqayıt vağzalı istifadəyə verilir. Uzun illər istismar olunan vağzal binası artıq yararsız vəziyyətə gəlmişdi. Buna görə də Prezident İlham Əliyevin tapşırığına əsasən 2018-ci ildə yeni vağzal binası tikilir və istifadəyə verilir. Yeni vağzal kompleksinin ümumi sahəsi 5,5 min kvadrat metrdir. Maşın saxlama yeri var. Saxlayırlar, gəlib gelirlər qatara, gedirlər işinə, işdən də gələndə gəlib həmən kimi gelirlər, maşınlarını götürür və çıxıb gedirlər. Vağzalın zirzəmi hissəsində avtomobil dayanacağı, birinci mərtəbədə gözləmə zalı, bilet kassaları, məlumat bürosu, ikinci mərtəbədə isə maşinistlər üçün istirahət otaqları var. Ərazisində uzunluğu 43 metr olan yeraltı piyada keçidi də tikilib. Bu keçid vasitəsilə yeraltı olaraq birbaşa qatar platformasına çıxmaq da mümkündür. Bu da Sumqayıt vağzalına gəlib gedən sərnişinlərin işini daha da rahatlaşdırır. Sumqayıt əhalisinin 70-80% Bakıda işləyir. Onlar hamısı bu qatarlardan istifadə edirlər. Bu tezdən gedirlər, axşam gəlirlər. İnsanlar üçün çox rahatdır, çox yaxşıdır. Əvvəlcə qatarla gedirdim Füzuliyə. Birdən görə yatıb gedirdim Cəbrayıl Mahmudçusuna. Orada məni oyadırdılar ki, nə Füzuli qaldı geridə. Düşdüm oradan taksi ilə gedirdim evə. Belə xatir. İndi bugün də istəyərdim ki, Füzuliyə qatar işləsin. Biz də rahat minək, gedək, gələk. Bugün sizə Bakı-Xırdalan Sumqayıt xəttinin son stansiyası olan Sumqayıt vağzalından xəbər verdik. İndi istiqamətimiz Sumqayıt, Pirşağı, Bakı xəttinədir. Növbəti vağzalda görüşənədək. Hələlik.